Yəni başını yastığa qoya bilmirsən də, o dərəcədə yəni yastığın belə tərpənir. Sakinlər narahatdır. Düz bir ildir yaşadıkları binanın birinci mərtəbəsində fəaliyyət göstərən gecə əyləncə mərkəzindəki səs-küyün onları narahat etdiyini iddia edirlər. Görüntülər paytaxtın Səbail rayonundakı İKSS gecə əyləncə mərkəzindəndir. Həqiqətən yata bilmirik, heç yata bilmirik. Onun səsindən, o hay-küyündən, ondan da əlavə başlayır səhərə yaxında oradan çıxmış o içkili insanların bir-birləri ilə dalaşmağı. Polislər də gələnə yaxında hərəsi bir maşının içinə girib qaçırlar. Üzünün görünməsini istəməyən bina sakinləri iddia edir ki, dəfələrlə bununla bağlı hüquq mühafizə orqanlarına müraciət ediblər. Müdaxilə olunub, sakitlik bərpa edilib, sonradansa köhnə hamam, köhnə tas. Bu tərəfdə elə bir ki, bizim Mərkəzi küçəyə baxan tərəfdə. Mərkəzi küçəyə baxan tərəfdə olduğuna görə bizim yataq otağımızda vəbşə səs bizi çox narahat eləyir. Elə saat 10-dan 11-dən belə təxmini, bəli, axşam saatından başlayır, lap belə səs-küyün olmağı. Səhər saat 6-ya qədər. Bəlkə də elə olur 7-yə qədər, bəli. Yəni başını yastığa qoya bilmirsən də, o dərəcədə yəni yastığın belə tərpənir. Sakinləri dinlədikdən sonra əyləncə mərkəzinə baş çəkdik. Paytaxtın Səbail rayonunda fəaliyyət göstərən əyləncə məkanlarından birindəyik. Sakinlərin iddiasına görə bu məkanın axşam saat 9-dan səhər saat 6-ya kimi fəaliyyət göstərməsi, buradakı səs-küy, musiqi onların yaşam şəraitinə mane olur. Əyləncə mərkəzinin sahibi isə deyir ki, obyektin tavanından döşəməsinədək izolyasiya olunub. Məkandan nəinki aşağı mərtəbələrə, hətta küçəyə belə səs yayılmır. Sakinlərin sükutunu pozmamaq üçün biz qonaqları tədricən buraxırıq. Az-az buraxırıq ki, çöldə də narazılıq, səs-küy yaranmasın. Səs-küy yenə də deyirəm, bura bir ildən çoxdur işləyir, səs-küy burada problemi olmuyor. Əyləncə mərkəzinin sahibi onu da dedi ki, bundan sonra da sakinlərin rahatlıqları üçün bütün təhlükəsizlik qaydalarına riayət olunacaq. Sevinç Vaqif qızı, Vüsal Cəfərov, Xəzər xəbər.